Diqqətlə qulaq asarım. Günkü dərsimiz o bizim təsvir və ifadə vasitələrimiz. Təsvir və ifadə vasitələri ümumilikdə məcazlar adlanır. Məcazlar nə deməkdir bu? Bədii əsəri məcazsız düşünmək olmaz. Çünki bədii əsərin əsas xüsusiyyət, ən vacib ürəyin təşkil edən nədir? Məcazlardır. Məcazlar bunlardır. Normalda təsvir vasitələri məcazlar adlanır. Məcazlar. Yadda saxlayın. İfadə vasitələri isə adlanır sintaktik fiqurlar. Bunları qarışdırmayaq. Niyə görə? Çünki ayrı şeylərdir. Sintaktik fiqur deyəndə ifadə vasitəsidir. Məcazlar deyəndə təsvir vasitəsidir. Bunların hər birinin də özünə məxsus xüsusiyyətləri var. Bizə izah edəcək. Təsvir vasitələrindən başlayaq. Təsvir vasitələri təşbih, metafor, metonimiya, epitet, simvol. Gəlin birinci başlayaq təşbihdən. Təşbih nədir? İkinci adı bənzətmə deməkdir. Təşbihdə diqqətli olun ki, bayağınızda qalsın. Təşbihlə normalda biz bir çox şeyi oxşadacaq. Bəzi məqamlar var ki, onları qarışdırmamaq şərti ilə. Çünki litotanın özündə də bənzətmə var, təşbihdə də bənzətmə var. İndi fərqləri sizə onları izah edəcəm. Təşbih nədir? Təşbih bir əşyanı özündən qat-qat yüksək səviyyə, yuxarı səviyyə şəkildə qaldırmaq, bənzətməkdir. Bir şeyin ən yaxşı versiyasına çevirməkdir. Məsələn, deyirəm ki, ona baxayım, quş kimi uçur. Ən yaxşı uçan şey nədir? Quş. Düzdürmü? Deməli, mən onu quşa bənzətdim. Görürsünüz ki, ən yaxşı uçan şey quşdur deyə, mən onu quşa bənzətdim. Ona baxın, şir kimin əlindəyir? Şir tək əlindəyir. Ən yaxşı əlindəmək heyvanlar aləmində ən yaxşı şeylər düzdürmü? Mən şirə bənzətdim. Yox, deyilmədən, o raket kimi o tez uçur. Raket kimi, ən tez uçan raketdir bildiyiniz kimi. Bir şey bənzədiriksə, demək, ən vacib məqam hansıdır? Ən üst leveldəkinə bənzətməliyik. Yaxşı mı? Metodda mən sizə birazdan danışacağım, məlumat verəcəm. Təşbihdə əsas ünsürlər hansılardır? Bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə əlaməti. 4 dənə əsas komponent var, bir-birindən əlavə edir. Bir şey bənzəyənə, bənzəyən, bənzədilən. Nə bənzəyən var, bənzədilən var. Bir var bənzətmə qoşması, birisi kimi tək qoşmalardır, bildiğiniz kimi. Bir də bənzətmə əlaməti, əlamətin sifət kimi, sifətin bir əşyanın əlamətini bildirir. Bunlar. Bir də var, təşbihlər bölünür iki yerə. Mükəmməl təşbih, bir də müfəssəl təşbih. Müfəssəl təşbih odur ki, kimi və tək qoşmalarını görürsə və orada bənzətmə varsa, avtomatik olaraq nədir? Müfəssəl təşbih. Bu quş kimi uçur, müfəssəl təşbih. Bir də yadda qalsın ki, bu o demək deyil, kimi tək qoşmasını görən kimi ancaq təşbih götürün, yanlış fikirdir. Kimi tək qoşması ola bilər ki, olsun, amma məzmununda olmasın deyə siz onu təşbih götürməyə bilərsiniz. Əlim dərs danışan kimi rəng duruldu. Burada bənzətmə nəsə var? Evə kimi qaçdım. Bu qoşma bölməsindən bilirsiniz ki, kimi həm bu bilirsiniz ki, kimi həm məsafə bildirə bilir, düzdürmü? Həm də ki, zaman bildirə bilər, həm də bənzətmə bildirə bilər. Düzdürmü? Məzazili olmalı. Mütləq məzazili olmalısa, məzazili olacaq olmalı. Amma əsasda ən vacib bənzətmə, nəsə bir-birinə bənzətmə olmalıdır. Bəs mükəmməl təşbih nədir? Mükəmməl təşbih isə burada kimi və tək qoşmaları olmur, o ancaq xəyalımızda artırılır. Məsələn, deyirəm ki, uşaq bir çıraqdır, hər eli bəzər. Çıraq kimidir? Burada artıq biz kimi və tək qoşmaların neyəcəyik? Özümüzdə işlətmək, özümüzdə ancaq, beynimizdə artıracaq. Uşaq bir çıraq kimidir. Görürsünüz? Yanaqları lalədir. Lalə kimidir. Lalə təkdir, kimidir. Görürsünüz? Bu şəkildə. Mən deyirəm ki, bəzi məqamlara çıxarlar qarşımıza. Məsələn, meşə laldır deyəcək, amma normalda qərardan baxan deyir ki, meşə lal kimidir, uyğun cümlə gəlir. Amma bu yanlışdır, bu metafordur. Bəzi məqamlar niyə görə? İnsana aid xüsusiyyət olan kimi avtomatik keçir metafora. Cansız bir əşyanın canlıya xüsusiyyəti deyəndə avtomatik metafora çevrilir. Təşbih olunur. Meşə laldır, bu nədir? Avtomatik metafordur. Diqqətli olun orada. Amma onu çevirsən, lalını meşə eləsən, olacaq deyəcəm. Deməli, bu kimi məqamlardan ehtiyatlı olalım. Təşbihdə digər başqa bir şey yoxdur. Və yadda saxlayın ki, əgər bir misrada, bu kitablarda yoxdur, özür deyirəm sizə, bir misrada təşbih və metafor görsəz, təşbih götürürsünüz.
Yəni, dışarı ki, bir dənə şey götürür, bir şey seslər, düzdürmü? Təşbih də var, metafor. Nə qədər desəz? Təşbih. Əsas bənzətmə, əsas kökü, əsas vacibliyi haradadır? Təşbihlədir, diqqətli olun. Bu hara aid görəcəksiniz şeylər. Deməli, yağış yağacaq şey var, değil mi? Kârmış ürün. Yağış yağacaq. Həmin rəsmi Türkanlar. Həmin şeirdə var. İkinci misrasında görəcəksiniz ki, qabağına çıxıb ikisi də var. Ancaq əsas nə etməliyimiz? Təşbih. Diqqətli olun. Sonra gəlir bizim, epitetdən danışaq, fırq ezəmətə burada. Epitet. Epitet nədir? İkinci adı bədii təyindir. Bədii təyin. Təyin azından mən tanıyırıq, düzdürmü? Nə deməkdir? Bədii nə deməkdir? Bədii söz, məcazi söz. Burada yəni məcazi təyin, isimlərin və əşyaların qarşısına gələrək məcazini qatan sözlər nə olacaq? Bədii təyin və epitet. Epitet ancaq məcazi olmalıdır. Ancaq məcazi. Deyirəm, qızıl əllər, qızıl payız. Çox mənalıqda keçdiyimiz deyil. Onların hamısı nə sayılmalıdır? Epitet sayılmalıdır. Yadınızda qalsın. Yəni, istənə soyuq münasibət. Epitetə. Bal dodaq, bal yamaq. Və deyək, saxlayın ki, məsələn, bəzən bu sözlərin yerini dəyişir. Məsələn, bal yamaq, yanarı bal. Epitetlə təşbih yerini dəyişir. Şimdi bilirsiniz, yanaqları bal. Təşbih, bəyərdiyimiz kimi mükəmməli. Bal yamaq, epitet. Yerlərin dəyişirlər. Təbii ki, o bayaqki o neşə ol səbəbindən, bəzi istisnalar çıxmaq şəhərindən və onların hamısı belə olmalıdır. Yadınızda qalsın. Epitetdən başqa çətin bir məqam yoxdur. Nə olur olsun məcazi olmalıdır və daha çox isim əşyanın əlamət var, bildirməlidir. Əşyanın qabağında gəlməlidir. Buna mütləq diqqət edilir. Çətin başqa bir şey yoxdur. Buyurun. Metaforda həmişə belə yapırsan, hərəkət varsa, metafor götürür. O həmişə demək olmur. Amma işə sözlərlə hər qarışmalı. Bəli, elə olur ki, olmur. Gələk indi metafora. Metafor nədir? Metafor köçürmə deməkdir. İnsana aid, insan demək, canlıya aid hər hansı bir xüsusiyyətin cansız üzərində köçürülməsinə nə deyilir? Metafor deyilir. Metaforda göstərmək istəyirəm ki, kölgə məni izləyir. Kölgə məni izləyirlər. İzlənən kimi məxsusdur. İnsana. Görürsünüz. Göylər qan ağlayır. Göylər ağlayır. Göy ağlayır, yəni yağış yağır mənasında, düz deyil. Amma siz fikir verin ki, göy ağlamaq kimi məxsusdur. İnsana. Görürsünüz. Yəni, buradakı istər məqam fərq eləmir. Yəni, dağlar dilə gəldi. Dilə gəlmək kimi məxsusdur insana. Yəni, buradakı məqamlar hamısı nədir? Metaforun üstünlüyü də odur ki, yəni, hər hansı bir canlı da canlıya aid. Yəni ki, deyil, məsələn, dağlar vermək kişnəyi səs götürmüşdü ailənin, düzdür. Kişnəmə yenə də ata məxsusdur, heyvana məxsusdur, düz deyil. Bu kimi məqamlarda həmişə canlıya aid bir şey, cansız üzrə göstərilən kimi biz onu metafor götürəcəyik. Metaforla metanimlə biraz bir-birinə bənziyir. Və kiçik bir fərqlilik var ki, orada normalda metanimliyə ad dəyişmədir, yaxud ikinci ad deyirik ona. Metanimliyə ikinci ad, yaxud ikinci ləqəb kimi dedik, var onun içində, sinirdə ozanlar, tanışıqlar yolcusu, bir-birinə bənziyir. Məsələn, mən deyəndə ki, otaq susur, səhra susur və iki dəri söz biləm sizə. Gəl onlara fikir verək. Deyəm ki, otaq susur. Əgər, qabağına şey görəmişsiniz ki, birinci yolumuz budur. Metanimlə gedəcək yollar, hamısını sizə izah edəcəm. Dakıdakı üstə yollarından artıra bilirsə bir sözə, ümumi bir sözə, o avtomatik metanim olur. Baxın, otaq susur. Otaqdakılar susur. Yəni, otaqdakı insanlar susur. Deyə bilirsiniz, rahat. Bu kiçik bir metoddur, rahat bir şeydir. Bu gelir nə? Metanimlə. Amma səhra susur desəm, səhradakılar susur. Səhrada insan olur? Xeyr. Görürsünüz ki, avtomatik olaraq nə olacaq? Və bayaq bir isim meşəlalıdır. Düzdürmü? Meşədəkilər lalı deyə bilərəm? Xeyr. Lal olmaq, insan olan bir yerə aid. Düz deyil. Məcazın arxasında insan anlayışı varsa, biz onu metafor. Ay sağ ol, bəli, əla. Və bu kimi məqamlarda, yəni diqqətli olun, dakılar artıra bilirsiniz metanimliyadır və insana aidlik olmalıdır. Orada canlı olmalı, insan olmalıdır. Amma gördüyünüz kimi, məsələn, deyək sizə, qazan qaynayır. Qazan qaynayırlar, niyə yoxdur? Qazanın içindəkilər, ət, kartoflu, mumlar qaynayırlar. Düzdürmü? Qazandakılar, görürsünüz? Avtomatik olaraq dakılar uyğunluğu varsa, bu nə olacaq? Metaforlar. Metaforlar ama gördüyünüz kimi başqa biraz fərqliklər var. Ümumilikdə təsvir vasitəsində ən çox, əsərlərimizin böyük bir qismi ən çox metafordur. Çünki metafor ən vacibdir, necə vaciblik baxımına deyilsə, yəni hər bir əsərin
çox cümlələrdə özünü göstərir. Çünki metodologiya elə ki, əslində daha da rəngi qatır. Çünki məcazların özünün də məcazların içində ən çox istifadə olunan metafordur. Düz təşkil etdikləri sonra amma birinci metafordur. Amma dastanlarda daha çox mübadilə istifadə olunur. Belə, mexaniklərin birinci yolu daşılar. Birinci yol bu. Getir ikinci yol. Bəzən biz deyə bilərik ki, istənilən zaman, deyə bilərik ki, məsələn, bir şəxsin adını çəkərək ümumi onu bütövlükdə bəhs edə bilərəm. Mən deyirəm ki, Nizamilər, Füzulilər və yox, bu tip sözlər deyirəm. Sən deyirəm ki, mən Nizamini bütöv oxumuşam. Nizami kitabmışam, Nizaminin əsərlərini görürsünüz. Və yaxud, çevirdim Vaqifin şirin dilinə. Vaqifin dilinə, Vaqifin dilinə. Yəni, Vaqifin əsərlərini o qədər gözəl, rahat fikir, səlisdir ki, onun dilinə çevirmək, yoxsa normal dilinə çevirmək deyil. Görürsünüz, bu tip bir şeylər görəndə, bu da mexanizmə sahib halıdır. Başqa bir məqam. Bəzən çox zaman, həmişə yox, amma çox zaman vətən, millət, dövlət, Azərbaycan bu tipli sözlər görəndə bunlar hamısı mexanizmə sahib. Məsələn, deyəm ki, Azərbaycan ayağa qalxdı. Məsələn, görməsiniz, canlı çevirəsin. Azərbaycandakılar, görürsünüz, bu kimi məqamlarda da diqqətli olun. Həmişə yox, çox zamanlarda avtomatik mexanizmə götürülür. Ən sonda mexanizmə bir növü var, bu adlanır sinekdoqa. Sinekdoqa nə deməkdir? İkinci ad, ləqəb deməkdir. Ləqəb. Məsələn, biz öz aramızda bir-birimizə adlar qoyuruq, ləqəblər qoyuruq, düzdürmü? Biri olur çox danışan, biri olur nə bilim. Mən qızlara çox sənin qara qız deyirəm, öz şahidlərimə, qara rəngli olanlara Afrika balası deyirəm, məsələn, bu kimi sözlər deyirəm. Bunlar hamısı məsələn, öz aramızda ən çox istifadə olunan uşaqlıqlara daha çox deyilir ki, eynək təxanədir deyil. Özünüzü həmişə zarafatla, saçı qısa olana, biraz deyir ki, məsələn, durup ilişir, yox, şalvarı qısa olana deyil, qısamalaq deyil, yox, şey deyil, elə sözlər, qəribə və sözlər taxım deyir ki, düzdürmü? Və yaxud da ki, çox danışan adama başqa bir ad qrup deyil. Hər, belə deyil ki, insanların öz yaxınları arasında bir-birlərini ləqəb qoymaları. Avtomatik olaraq bu sinekdoqadır. Yarım saqqal. Məsələn, mən saqqalı az saxlayıram. Mən məsələn kimi deyirəm ki, yarım saqqalsa görünməm yaxşı. Düzdür. Hələ öz adı var. Yəni deyir ki, məsələn, deyək, belə bir söz də var. Deyir ki, gecələr qızı. Ayın ikinci adıdır. Ay, göydəki ay. Gecələr qızı. Gecələr həmişə nə olur? Ay olur, yəqin bilirsiniz də. Ona görə də ümumilikdə gecələr qızının görsəz nə götürəcəksiniz? Nizamilər, füzulilər. Çoban torpağı orada görə ki, sətiraltı mənanın göstərir. Təşbih kimi götürmək olur. Hə? Azərbaycan təşbih kimi ki. Çoban torpağı. Yox, elə şey yoxdur. O deməkdir ki, həmişə şey yoxdur. Ümumi məna götürürük biz. O mənfiyə müsbətə baxmır, yəni. Bəli. Quşun heyvan avlamanın metodu götürəcək. Necə? Quşun heyvanın avlamanın metodu götürəcək yoxsa yox? Yox, neçə heyvan avlaya bilərdir? Heyvan avlamır. Yaxşıdır, bu normal bir deyim, orqanizm adı. Amma tüm dağlar avlayırdı, göylər avlayırdı, başqa məsələ. Hə, mekanikada gördüyünüz kimi bu məqam. Hamısı bütün yollardan iki biləsiniz. Ən sonunda gəlir bizim simvolumuz. Simvol nədir? Rəmzi bir məna. Altında yatan məna. Bir şey simvolik, normal cümlələ danışırıq ki, simvolik məna. Bunun altında simvolik mənası var. Nə deməkdir? Göyərçin deyəndə alacaq bu şəkildə, alət deyil bir-birinə, sürdür, düzdürmü? Məsələn, tülkü deyəndə, canavar deyəndə, Mənim, yox, dəqiqə, əsarətlər şey deyil də, nə? Bozqır satır, tamakçı, Canavar. xəbəriniz yoxdur. Çapqal deyil o. Mənim xarı bülbülü götürmək olar bizdə, məsələn, qaravaz. Zəfər dənizi kimi. Zəfər dənizi kimi, həmsi mənalarda ola bilər də, bəli. Hani məsələn, rəngləri sana adı olur ki, qırmızı rənglər ödürür, demokratiya. Düzdür, o tipli, altında yatan məna olanda bu şəkildə ola bilər. Yaxşı, yazıda qalsın.
Bunlar getdi. Qoydu qırağa. Keçdik indi biz ifadə vasitələrinə. İfadə vasitələri. Bədii sual. Buna həm də biz nə deyirik? Retorik sual. Bəli. Cavab tələb etməyən, cavabı istənməyən. Ah, mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerdə çarpışan, göyərləşən, dostdan, aşinadan necə əl çəkim? Burada gördüyünüz kimi sual var, amma bizdən cavab istənmir. Yəni bizdə bu nə, deyərlər ki, bu bəlli sual nə üçündür? Sadəcə fikri daha da qiymətləndirmək üçün, daha da təsirli, emosion eləmək üçün. Görürsünüz, deyir, mən necə əl çəkim? Deyir, amma bizdən cavab istənmir. İstənilən zaman, yəni burada davamında çıxacaq. Şeydə var ya, bizim şeirimizdə, ana şeirimizdə bir Təfər Tapanın ana şeiri var. Əgər bütün məşəlliyə, əgər canlı var, bəli. O şeirdir ki, kimdir o, nədir o? Atıyoruz ki, ana nidamın üstə. Kimdir o, nədir onun cavabı var. Görürsünüz? Və yaxşı şeydə var ya, Türkün tökülən qanları beyhudə gedərmi? Diqqətlə düşün, yoxsa bundan həbsə hədərmi? Burada birinci misra, bəlli sualdır. Türkün tökülən qanları beyhudə gedərmi? Diqqətlə düşün, yoxsa bundan həbsə hədərmi? Arxada yazır ki, 4 ildə tökülən qanlar hədər olmaz. İkinci misranın cavabı altdır. Amma birinci misra, bəlli sualdır. Məhmud Azim Türkün dərməsi şeiriyyətə sanır ki, orada həm bəlli sual var, həm də yox. O diqqətli olun, işaret etsənə bir daha toxanacaq. Bir də ola bilər ki, məsələn, bilirik ki, bəlli sualdır, amma məsələn, bizdə ana əsərdə cavabı verilir. Amma məsələn, cavabı qədər versə, onu biz götürməliyik. Cavabı verir. Cavabını verilir. Məsələn, kimdir o, nədir o? Test burada bitir. Onu biz bəlli sual kimi cavabda götürmək yoxsa? Bəli. Ona qalsa deyil, mən bu dünyada necə əsəkim, o cavabı yoxdur. Gözəl, belə bir təklə düzdür. Yox, əsərdə cavabı var. Əsərdə bilirik ki, cavabı var. Anır, cavabı anır. Amma testdə verilir. Testdə yəni, o verir. Elə şey verməzlər, narahat olmuyor. Ümumən, sən düşün, bir cavabı görürsənsə, cavab görürsənsə, o bəlli sual deyil. Amma görmürsənsə, verilirsə və kəsirlər desə, desin ki, yox. Normaldır ki, bütün verilən bəlli olan cavablarda elə baxanda düz deyil. Bilməm ki, pi rəqəmdən sonsuz sayını göstərir. Düzdür, onun cavabı həqiqətən yoxdur. O yetim bəlli sual deyil, düz deyil. Amma normalda deyiləm, hansı bir sualın cavabı yoxdursa, sən fikri bir rəqəmləmək üçün olursa, avtomatik o sayılacaq. Yaxşı? Bəlli təzad, təbii ki, antonim sözlər, əks mənalı sözlər. Burada artıq Azərbaycan qrammatikasını unutmuşsunuz. Burada rahat, fikir ziddiyyəti, ürəyi neyisi götürə bilərsin. Köklər eyni olsun, duzlu, duzsuz. Mamən olsun, gəlmə, fərq yoxdur və bütün əks mənalı sözlər. Hamısı olmalıdır. Amma nədən başqa? Burada da istisna var, çox təsir olsun. Məsələn, deyirəm ki, bir əks mənalı olsun, gecə-gündüz. Gecə-gündüz, tarla az olur olsun. Əgər devs varsa, əks mənalı sözlərin içində, o bizim bəlli tərəfimiz deyil. Amma desəm ki, gecələr buradayam, gündüzlər orada, kəzab. Gecə-gündüz tarla az olur olsun. O şeylə deyil, özün qarqatı qarşıdır. Əslində millət necə taraz olsun, nə işin var? Bəli, odur. Ümumən deyirəm, qətiyyətdə saxlayın, hər hansı bir şeydə diqqətli olun ki, görürüz ki, əks mənalı devs varsa, təzad deyil. Yaxşı, yadınızda qalsın. Amma görürüz ki, ayrı işlənir, bu başımız. Mübaliğə, copa basma, fantastika, loru dildə izah edirəm. Burada ancaq bir hadisə özündən qat-qat daha böyük bir şeyə şişirtmək, hadisəyə çevirməkdir. Yəni, o koridorda elə gelir ki, az qala bina uçar. Abart. Bir də bayıl istərsən. Bir də bayıl istərsən. Yəni, deyəm ki, biraz yavaş-yavaş, az qala qulağım zırıldı. Əslində, məşədə qaradaşı qara kül eləyər. Ay, sağ ol, yəni andalar hamısı bir məndələ düşürüb, əslində başqa dəqiqədir, mübaliğədir. Yəni, buradakı hadisələr elə bir şey olmalı ki, özündən qat-qat çox-çox böyük olmalıdır, böyük, fantastik etsin, elə bir ki, yoxa basın, həqiqdən yoxa basın, yəni, loru danışsa. Məsələ budur ki, mübaliğədə bir şey çox şişirilməlidir.
mütləq şəkildə. Bayaq dediyim, məsələn, şeydə var, şərbi hicran yanar canım, tökər qan çeşmidir yəni. O ayda kitasında elə zülm çəkərəm ki, gözlərimdən yaş, qan kimi, çeşmə kimi axar. Bu özü mübaliğə, gördüyünüz kimi. Yəni, bu kimi məqamdan hamısına sayılır, mübaliğə, şişirtmə sayılır. Məsələn, gözəlliyi şişirdikdir. Məsələn, deyir, plan şey kimi gözəlliyi. Ola bilər ki, mübaliğə olmasın da, yəni. Kinayə. Kimi varsa O heç, o kimin, o sən bilir, kinayəli yaşamışın, deyəcəm bu məsələn. O başqa məsələ. Tam mübaliğə olmasın, siz demiş, ekstra bir... Daha ekstra, bəli, 100%. Litota, onun əksidir. Əksidir. Litotada bir şey özündən qat-qat aşağı vəziyyətə gətirilir və ən vacibi əhəmiyyətsizləşdirilir. Nə deməkdir bu? Bayaq sizə dedim ki, deməli, təşbihimizlə litotamız bir-birinə bənzəyir. İkisində də bənzətmə var. Ancaq fərq ondadır ki, təşbihdə bir şey özünün ən yüksək pilləsinə çatdırılır, bir şeyə bənzədilir. Amma təşbihdə ən aşağı seviyə əhəmiyyətsiz durmaq çatdırılır. Mən deyir ki, evların dəstəsi gəlir, qırır sərçə kimi bizimkiləri. Baxırsan ki, sərçə kimi. Avtomat özü bənzbə məzmunu da var, bizdə fikir verir. Bənzbə məzmunu da var, amma şey deyil, təşbih deyil. Niyə? Deyirsən ki, qırır sərçə kimi bizimkiləri. Sərçə kimi deyəndə, sərçə kiçik bir quşdur. Daş atsan belə ölər. Çox kiçik. O boyda əskər nədir? O qədər əhəmiyyətsiz bir duruma gətirir ki, o qədər gücsüzdülər ki, evlərin dəstəsinin qabağında o qədər gücsüzdülər ki, kiçik bir sərçəyə bənzədilməklə davam gətirirlər. Bənzədilməklə nə edir? Əhəmiyyətsizləşdirir. Gördünüz? Ay, soğul, bəli. Yəni, bu vəziyyətlər hamısı litotadır. Litotada bir şey kiçildir. Biləm ki, məsələn, arada deyil, ağzı püstədir. Püstə kimdir deyil, o ağzı püstə olmaq litotadır. Püstə boyda ağzı var. Hə, ay, soğul. Adicə belə bir şey, litotada bir şey o qədər kiçildirməlidir ki, deyir ki, o qədər arıqlayır ki, iynə deşindən keçər. Belə bir şey. Adicə görürsün, nə deyəcəm? Deməli, insanın soyuq havada belə əzilib büzülməyi, o da litotadır. Bəli. Hədər deyir ki, o qədər əzilib büzülməyi, elə bir ki, yox dərəcəsindəydir. Bütün belə özümüzü sıxırıq ha belə. Bu məsələlər belə, onun litota kimi düşünmək olar ki, insan nə qədər əzilib büzülər ki, yoxa çıxsan, büzüşü varsa, nə qədər ola bilər ki, yoxa çıxasan, nə qədər şeyləsən, yenə də varsan da, düzdür mü? Və o kimi məqamlarına diqqətli olmalı da. Təkrir. Təkrar türküyülür. Görürsünüz, təkrar sözlər deməkdir. Burada da aiddir anafora, epifora, iki yerə bölünür. Anafora, ana sözünə yatasalım ki, ana həmişə ilk gəlir. Mən əvvəl Bəli. Ana da ilk gəlir, olsa A da ilk gəlir. Daha da eyni şey deyil. Deməli, burada yatasalım ki, anafora ancaq misraların əvvəlində gələn təkrar sözlərdir. Ey vətən, səni çox sevirəm. Ey vətən. Görürsünüz. Eşqdir mehrabı uca göylərim, eşqsiz ey dünya, nədir dəyirin? Şəkilçiyə baxmayın, eyni sözdür. Yaxşı, birdən gəl sonra böyle şəkilçi fərq, eşqdir, eşqsiz fərq yoxdur. Yaxşı mı? Şəkilçi olsa da söz nədir? Ana sözlər, ana sözlər deməyin. Bəli. Ay, sağ ol. Eyni sözlər, bəli. Bu şəkildə. Bəs etifor nədir? Sonda gələn təkrar sözlər. Amma demişdik ki, rəqifdən fərq nədir? O qafiyədən sonra gəlir. Əla. Bəli, rəqifdən əvvəl mütləq qafiyə gəlməlidir, etifordan əvvəl qafiyə gəlmir. Deyir oradan, binaları sökün, beton vurun, tökün, bu sözlər sonunda gəlsin, təkrar olsun, avtomatik özündən əvvəl olmasın, qafiyə olmasın. Məsələn, deyirəm ki, sən mənim canımsan, ana vətən sözləri. Avtomatik etiforu və nümunə gördüyünüz kimi. Qalanın məqam yoxdur ki. Kinayə. Kinayə nədir? Bizim nə deyəm ona? Kinayə? Rişkən. Daha çox. Bəli. Deyirəm ki, məsələn belə. Biz də heç danışan qız deyil, axı. Lav eləyirsiniz də? Bəli. Bu, biraz bizim dildə. Məsələn, İstəyirəm ki, kiməsə deyəm, yaman icib çıxdın, ha? Yəni, özünü göstərmək. Bəli, yəni namərd imiş. Mən ona namərd, kinayələr məsələ deyək ki, bir şeyi dolayı yolla
bizim iki dövrdə söz atmaq, söz soxmaq. Hə. Hə, bir şey düz yox, dolayı yolla deyirəm. Bu adlanı bizim kinayəmizdir, işgəncimiz. Ayağınızda qalsın. İstənilən bir məqam, yəni birbaşa ifadələn deyilmir. Birbaşa bilirəm, sonra səfə söylüyorum, zəif danışan deyil, əzbər danışan deyilmiş ki, amma mən onu edirəm, ətrafın əksinə deyirəm. Bu olur nə? Bizim kinayəmiz. Kinayədə məsələ olur, ancaq bir şeyi mütləqsə bir düz şəkildə yox, digər mənadan anlamaq lazımdır. Orada da bir alt yaxında fərqli bir fikir var. Bəzi kinayələri başa düşmək üçün kompleks lazımdır. Bəli, təbii ki. O söhbətdən mütləq məlumatlı olmalısan, ayıslar ol. Deyimdə işarəsi bilirsin. Yəni sözlərin söz bozulmasıdır. Ən çox şeirlərdə olur. Təbii ki, xəbərlər də ortada yox, əvvəldə verilir. Bu qədər sahə. İdrisiya Azərbaycanda var, burada da var. Sözlərin yerləşməsində ən razıdır. Bu oldu bizim təsvir və ifadə vasitələrimiz. Bəli. Bu bayaqda bizim o zaman işlər ilk tutandı.